Salam əziz izləyicilər, 6-cı sinif riyaziyyat 2-ci hissə səhifə 100-də olan ilkin yoxlama mövzusunun çalışma həllərinə baxacaq. Birinci çalışmadan verilən ədədlərin ədəd ortasını tapın. Ədədlərin ədəd ortasını tapmaq üçün biz həmin ədədləri toplayıb saylarına bölməliyik. 4 ədəd olduğuna görə 4-ə bölürük. Bunları topladıqda 76 edir. 76-nı isə 4-ə böləndə cavab eləyəcək 19. B bəndi 23, 27, 31 və 15 toplayıb 4 ədəd olduğuna görə 4-ə bölməliyik. 96 eləyir. 96-nı 4-ə böləndə 24. C bəndində 32, 35, 43, 45 və 65. 5 ədəddir. Toplayıb 5-ə böləcəyik. Toplayanda 220 eləyir. 220-ni isə 5-ə böləndə cavabımız 44. D bəndində 125, 275, 230, 370, 270 və sonuncu ədədimiz də 230-dur. Toplayıb bölürük 6-ya, çünki 6 ədəd var. Bunların hamısını topladıqda bizə verəcək 1500 bölünsün 6. Cavabımız eləyəcək 250. 1500-də 6-ya böləndə cavab 250-yə bərabər olur. Keçək ikinci tapşırığa. Cədvəldə usta əlinin il ərzində qazandığı pul manatla verilib. Usta əlinin birinci yarım il, yanvar, iyun və ikinci yarım il, iyul, dekabr üzrə artıq orta aylıq qazancı nə qədər oldu? Hansı yarım ildə usta əlinin orta aylıq qazancı daha çox oldu? Gəlin hesablayaq. Birinci yarım il. Birinci yarım ilə hansılar aiddirlər? Yanvar 1100, fevral 1200, mart 1300, aprel 1500, may 1400 və iyun 1450. Bax bunlar aiddir. Bölürəm 2, 4, 6 ədəddir. Bunun cəmi bizə verir 7950 bölünsün 6 və böləndə də 1325 manat eləyəcək. Ədədi ortamız, yəni orta aylıq əmək haqqı. Keçək indi ikinci yarım ili hesablayaq. İkinci yarım il isə əmək haqqın, orta aylıq əmək haqqısını hesablamaq üçün başlayacaq iyul ayından. 1500, avqust 1700, sentyabr 1800, oktyabr 1600, noyabr 1900 və dekabr 2000. Bölünsün yenə 6-ya. Bunları topladıqda bizə verəcək 10.500. 10.500-ü də böləndə 6-ya eləyəcək 1750 manat. Hansı yarımda usta əlinin orta aylıq qazancı daha çoxdur? Bu birinci yarım ildir. Birinci yarım il yazırıq 1325. İkinci yarım il 1750. Hansı yarım ildə daha çox olub? İkinci yarım ildə onun orta aylıq qazancı daha çox olub. İkinci suala cavab verək. Usta əlinin il ərzində orta aylıq qazancı nə qədər olub? Bunu asan yolla hesablayaq. Çünki hamısını bir-bir yazmaya ehtiyac yoxdur. İllik ikinci sual. Bu bizim birinci sualımız idi. İllik deməli nə yazılmışdı? Orta aylıq qazanc. İllik orta aylıq qazanc. Bunu tapmaq üçün də biz necə tapacağıq? Birinci yarım ildə aylıq orta qazanc 1325 idi. İkinci yarım ildə də 1750 idi. Bunları toplayıb 2-yə bölərik. 12 ayın hamısını yazmaya ehtiyac yoxdur. Bu eləyəcək 3075 bölünsün 2 bərabərdir 1537,5 manat. Yəni 1537 manat 50 qəpikdə deyə bilərik. Orta aylıq, illik orta aylıq qazancı olacaq. Keçək, ikinci tapşırığımızda bitirdik, üçüncü tapşırığa. Velosipedçi ilk 2 saatda 12 km/saat, növbəti 2 saatda isə 15 km/saat sürətlə hərəkət etdi. Onun 4 saat ərzində orta sürəti nə qədər oldu?
Birinci suala belə cavab verək. Biz əvvəl məsafəni tapaq. Məsafəmiz. Məsafəni tapmaq üçün nə etmək lazımdır? Burada 2 dənə məsafə var. S1 və S2. S1-i tapmaq üçün 2-ni vurarıq 12-yə, yəni zamanı vurarıq sürətə, eləyəcək 24 km. S2-ni tapmaq üçün isə yenə zamanı vurarıq sürətə, 2-ni 15-ə vuranda eləyəcək 30 km. Ümumi məsafəni tapmaq üçün isə S bərabərdir yazıram. 24 və buradakı 30-u toplayıram. Cavabımız eləyir 54 km. 4 saat ərzində orta sürəti nə qədər oldu? V orta bərabərdir. Yəni V-ni bilirik ki, sürəti V ilə işarə edirik və V orta yazıram ki, orta sürət tapmaq üçün nə edirik? Məsafəni 54-ü bölürəm 4 saata. 2 ixtisar gedir. 2, burada isə 27. 27 isə 2-yə böləndə 13,5 km/saat olacaq. İkinci suala baxaq. Velosipedçi həmin məsafəni 3 saat geri qayıtmaq üçün hansı sürətlə hərəkət etməlidir? Məsafəmiz 54-dür. V bərabərdir yazaram. 54 bölünsün 3. 54-də 3-ə böləndə 18 km/saat sürətlə 3 saata həmin məsafəni geri qayıdar. Üçüncü tapşırığımızda bitirdik. Keçək 4-cü tapşırığa. Sütunlu diaqramda tədris ilinin ilk 4 ay ərzində məktəb yeməkxanasına tədarük edilən meyvənin kütləsi verilib. Bax, burada meyvə. Sentyabr, oktyabr, noyabr, dekabr ayında meyvələrin kütləsi verilib. Məktəb yeməkxanasına 1 ay ərzində orta hesabla neçə kiloqram meyvə tədarük edilib və ikinci sualda isə bizə deyir ki, məlumatları dairəvi diaqramda təsvir edin. Birinci sualdan orta hesabla neçə kiloqram meyvə tədarük ediləbilirsə, ədəd ortanı tapıram. Ədəd orta yəni. Sentyabr ayında 180-dir. Oktyabr ayında 120-dir. Noyabr ayında 140-dır. Dekabr ayında isə 240-dır. 4 ay olduğuna görə buna bölürük 4. Toplayanda 680 eləyir. 680-də böləndə 4-ə 170 kiloqram orta hesabla meyvə tədarük edilib. İkincisində isə bizə deyir məlumatları dairəvi diaqram formasında göstərin. Dairəvi diaqram çəkək, dairə çəkək, yəni bu olsun bizim mərkəzimiz. Ən çoxu burada hansıdır? Dekabrdır. Dekabra daha çox hissə götürməliyik. Dekabr 240 olduğu üçün, baxın, dekabra 240 kiloqram bu qədər götürək. Sonra ondan biraz çox hansıdır? Sentyabrda 180-dir. Biraz çox sentyabrı götürək. Sentyabr 180 kiloqram. Sentyabrdan az noyabrdır. Noyabr 140-dır. Oktyabrda 120-dir. Oktyabrı daha az götürək 120-ni. Bura olsun noyabr. Noyabr 140 kiloqram. Oktyabr 120 kiloqram. Baxın, bu formada da dairəvi diaqramda yerləşdirə bilərik. Keçək 5-ci tapşırığa. 5-də deyir ki, 50 şagirdə asudə vaxtında hansı məşğuliyyətə üstünlük verərdin? Sual ilə müraciət olundu. Diaqramda sorğunun nəticələri təsvir edilib. Sorğuda iştirak edənlərin cavabları 55, 20, 15 və 10% kimi bölündü. Hər məşğuliyyət üzrə şagird sayını tapın. Əvvəlcədən burada təyin edək ki, hansı məşğuliyyət üzrə faiz nə qədərdir? Mütailə. Ən çox olduğuna görə, baxın, yarıdan daha çoxdur. Yarı 50%-dir, yarıdan daha çoxdur, 55%-dir bu. Mütailə 55%-dirsə, bu birinci sualımızın cavabı olur. 50-ni 55-ə vurub 100-ə bölərəm. İxtisar aparaq 50-yə. Burada 1, burada 2. 55-i bölürük 2-yə. 55-i 2-yə böləndə 27,5 eləyir. Təbii ki, yarım şagird olmadığına görə bunu təqribi olaraq 27 nəfər kimi götürə bilərik. Sonra burada 20% var, 15 və 10% var. 20% yəqin ki, televiziyaya uyğun gələr. Çünki televiziya, kompüter və musiqidən çoxdur. Televiziya yazırıq 20%.
İndi 50-nin 20%-ni tapırıq. 50-ni vururuq 20-yə, bölürük 100-ə. 0-la bu 0, bu 0-la da bu 0 ixtisar gedir. 5-i 2-yə vuranda eləyəcək 10. Kompüter musiqidən çox olduğu üçün kompüter 15% götürək. 50-nin 15%-ni tapaq. 50 vur 15 bölünsün 100. 50 ilə 100, 50 ixtisar gedir 1, burada 2 qalır. 15 bölünsün 2, burada da tam ədəd alınmır. Yəqin ki, yuvarlaşdırıb 7 götürərik. Və sonuncu musiqi. Musiqidə 10%-dir. 50-nin 10%-ni tapıram. 50 vur 10 bölünsün 100. Bu 0-la bu 0, bu 0-la da bu 0 ixtisar gedir. Qalır 5. 5 nəfər də musiqi ilə məşğul oldu. Hər məşğul üzrə şagird sayını tapdıq. İkinci sualda isə fikrin düzgün davamını seçin. İkincisində təsadüfən seçilmiş bir şagirdin mütləq musiqi ilə məşğul olacaq. Çox güman ki, mütaliə etməyi sevir. Televizora baxması mümkün deyil. Televizora baxması mümkün deyil. Variantı ümumiyyətlə səhvdir. Çünki burada televiziyaya baxanların 10 nəfərdir. Mütləq musiqi ilə məşğul olacaq deyə bir şey yoxdur. Çünki musiqi ən az idi. Amma çox güman ki, mütaliə etməyi sevir. Bax, belə yazacaq. Təsadüfən seçilmiş bir şagird. Çox güman ki, mütaliə etməyi sevir. Çox güman ki, mütaliə etməyi sevir. Beşinci tapşırığımızda bitirdik. Altıncı tapşırığa baxaq. Məktəb kitabxanasına cəmi 600 ədəd olmaqla dərslik, bədii ədəbiyyat və ensiklopediya gətirdilər. Bütün kitabların neçə faizi ensiklopediyadır və onların sayı nə qədərdir? Buradakı məlumatdan istifadə edirik. Ensiklopediya burada yazılıb və 4/1-dir. Deməli, bərabərdir yazırıq. 6-nın birinci sualında ensiklopediya bərabər 600 vurulsun 4/1. Bu da ixtisar gedir 4-ə, sürətdə qalır 150, məxrəcə də 1, onu yazmırıq. 150 kitab. Neçə faizi soruşur? Faizi soruşursa, 150-ni bölərəm bütün kitabların sayına, vurarıq 100-ə. 2 ədədin faiz nisbətindən istifadə edirik. Burada 100 və 600, 100-ə ixtisar gedir 6 qalır məxrəcdə. 150 bölünsün 6, bu da eləyəcək 25%. İkinci suala keçək. Məktəb kitabxanasına neçə dərslik gətirdilər? Dərsliklər burada yazılıb. Amma bunun baxın, hissəsi yoxdur. Və bu hissəni biz özümüz tapmalıyıq. 1-dən çıxırıq. Tam bir hissəni təşkil edir. Ensiklopediya və bədii ədəbiyyatın cəmini. 4/1 və 3/1-in cəmini. 1 çıxılsın. 4 ilə 3-ə ortaq məxrəc 12-dir. 12-ni 4-ə böləndə 3 eləyər. 3-ü 1-ə vuranda 3. 12-ni 3-ə böləndə 4 eləyər. 4-ü 1-ə vuranda 4. 1 çıxılsın 12-də 7. Bu da eləyir 12-də 5. Neçə dərslik gətirdilər soruşursa 600 kitabında 12-də 5 hissəsini taparam. 12-də 5 hissə dərslik yazaq. Dərslik. 600 və 12 ilə 12 ixtisar gedir. Burada 1 qalır. Burada da 50 qalır. 50-ni vururuq 5-ə. Eləyəcək 250 dərslik kitabı. Üçüncü suala baxaq. Dərsliklər bədii ədəbiyyatdan neçə faiz çoxdur? Dərsliklər 250 kitab tapmışıq. İndi bədii ədəbiyyatı da tapaq. Bədii ədəbiyyat burada 3/1 idi. 600-ün 3/1 hissəsini tapaq. 600-ü vuraq 3/1-ə. 3 ixtisar gedir. Qalır burada 20. Daha doğrusu 200. 200 kitab bədii ədəbiyyat. Bədii ədəbiyyat. Dərslikdə 250-dir. Neçə faiz çoxdur deyirsə, 250-dən çıxaram 200-ü. 50 kitab çoxdur. 50 kitab çoxdur. Faiz çox olmasını tapmaq üçün da nə edirik? 2 ədədin faiz nisbəti üstündən istifadə edəcəm. 50 sürətdə, 200 də məxrəcdə.
Vurulsun 100. Yəni 50-ni, nə qədər çox olmasın, 50-ni bölürəm 200-ə, vururam 100-ə. 100-ə ixtisar gedirlər. Burada qalır 2. 50 bölü 2. Bu da eləyir 25%. Çoxdur. 6-cı tapşırığımızı da bitirdik. Keçək 7-ci tapşırığa. 6-cı tapşırıq buradan başlamışdı, bura qədər. 7-də metal tor hazırlayan sexdə birinci gün 200 metr, ikinci gün 300, üçüncü gün isə 400 metr məhsul hazırlandı. İlk 4 gün ərzində gündəlik orta hesabla 350 metr tor hazırlanarsa, sexdə 4-cü gün neçə metr məhsul hazırlanmışdır? Yazırıq belə. Birinci gün 200 metr, ikinci gün 300 metr, üçüncü gün 400 metr, dördüncü gün isə bilmirik nə qədərdir. Dördüncü gündə yazaq x metr hazırlanmışdı. Burada cəmi tapaq, cəm. 200, 300 və 400 toplayaq. Eləyəcək 900. Üstə gəlsin x metr. Yəni bu 4 gündə. Orta hesabla sözü yazılıbsa, deməli, ədədi ortadan istifadə olunmalıdır. Yəni, biz ədədi orta yazırıq. 900 üstə gəl x-i bölürük 4-ə. Çünki 4 gün var axı. Bərabər eləyir nəyə? 350-yə. 350-nin məxrəcinə 1 yaza bilərik. Sonra bunu çarpaz vuraq. Yəni, tənasübün xassəsini tətbiq edirəm. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 900 üstə gəl x-i 1-ə vuranda elə 900 üstə gəl x eləyər. 350-ni isə 4-ə vuraq, görə neçə eləyəcək? 4 5-im 20, 3 4-üm 12, 1400 elədi. Bu 1400 elədi. İndi x-in qiymətini tapaq. 4-cü günün qiymətini yəni. 1400 çıxılsın 900, o da bərabərdir 500 metr metal tor.